Azərbaycanın ən dəhşətli gəmi qəzası. 22 oktyabr 2002-ci il. Qazaxıstanın Aktau limanından sərnişin və neft daşıyan Merkuri 2 gəmisi Bakıya doğru yola çıxdı. Xəzər dənizində günəşli, sakit bir gün keçirdi. Gəmidə ümumi 51 nəfər, 43 nəfər heyət üzvü və 8 sərnişin var idi. Amma dənizdə heç gözlənilməyən bir fırtına çıxdı. Dalğaların hündürlüyü 6 metrə qədər qalxmışdı. Dalğalar və fırtına gəminin müvazinətini oynatdı və ən pis ssenari baş verdi. Gəminin içindəki konteynerlər və yüklər hamısı eyni yerə yığılmağa başladı. Gəmi batırdı. İçindəki heyət isə artıq ayaq üstə dayana bilmirdi. Gəminin içini su basırdı və heç kim çölə çıxa bilmirdi. Bir neçə nəfər özünü suya ataraq gəminin içində boğulmaqdan qurtulur. Gəminin içində qalanlar isə həlak olmuşdu. Xilasetmə qüvvələri gələndə sadəcə dənizdə xilasetmə şarları ilə üzən 9 nəfəri qurtara bilmişdi. Digər 43 nəfər isə həlak olmuşdu. Merkuri 2 gəmisi hələ də suyun 300 metr dərinliyindədir. Gəminin anbarında 1000 tona yaxın neft qalsa da, gəmini dənizdən çıxartmaq cəhdləri uğursuz olmuşdu.